Allah nə qədər zəhmət çəkən qardaşlarımız var, Allah onların ruhunu bol eləsin. Hər zaman balalarına halal zəhmətlə çörək yedilsin. Həmişə ailəsinin yanında başı uca eləsin. Namərdə möhtac qoymasın. Mərdi namərdə möhtac qalan dünyadayıq. Amma Allah həqiqətən deyirəm, bu qardaşları, bu zəhmətkeş qardaşlar ki var, əlləri, ayaqları, yəni baxırsan ki, pis gündədir. Yəni nə bilim, qurban olum Allaha da. Yəni insan bu günləri yaşamasa heç vaxt bilməz ki, kasıbçılıq nədir. Ona görə də mən həmişə demişəm ki, ya Rəbbim, ya Resulallah, bu kasıbları heç vaxt namərdə möhtac qoymayacaq. Daş ataq, qum ataq, dəmir ataq, ayağımız batsın, amma həqiqətən deyirəm, heç bir evin kişisinin, evin asaqqalının namərdə möhtac qalmasın. Həmişə qurban oldum, bu kasıbların ruhsunu versin. Hamı köhnə seslərdir ya. 5 yaş, 7 yaş.